Azərbaycan ordusunda maxı kimi işləmək istəyənlər üçün məlumatımız var. Azərbaycan ordusunda müddətdən artıq həqiqi hərbi xidmətə qəbul davam edir. Müddətdən artıq həqiqi hərbi xidmətə sənəd qəbulu oktyabrın 25-nədək regional sənəd qəbulu mərkəzlərində və elektron qaydada olmaqla 2 formada həyata keçiriləcək. Namizədlərin qeyd olunan üsullardan hər hansı biri vasitəsilə sənədlərini təqdim etmələri yetərli hesab olunur. Sənəd qəbulu mərkəzləri Gəncə şəhərində, Gəncə qarnizonu ideoloji və mədəniyyət mərkəzində ünvan, Gəncə şəhəri, Nizami Gəncə prospektə 56, Bakı şəhərində isə Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunda ünvan, Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsi 9A ünvanında fəaliyyət göstərəcək. Kursa ən azı ümumi orta təhsilli, müddətli həqiqi hərbi xidmətini başa vurmuş 35 yaşınadək hərbi vəzifəlilər, zabit, gizir, misman hərbi rütbəsi olanlar istisna olmaqla, eləcə də ixtisasını dəyişmək və ya artırmaq arzusunda olan silahlı qüvvələrdə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etmiş, hərbi xidmət qismi haqqında əsasnamənin 156-cı maddəsinin A bəndinə, yəni xidmət müddəti başa çatdığına görə və Q bəndinə, yəni ştat ixtisarına görə əsasən ordu sıralarından ehtiyata buraxılmış 40 yaşınadək hərbi vəzifəlilər və 30 yaşınadək qadın cinsli vətəndaşlar qəbul edilir. Ətraflı məlumat üçün Ulduz 0811 çağrı mərkəzi ilə əlaqə saxlamaq olar.